Herkese salam. Bu videoda Dimin sınavlar toplusundan 8-ci sınavın izahını verəcəm. Deməli, birinci sualda verilib ki, Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdirin. S bərabər Şuşa Qarabağ belə bir sətr verilib. Deməli, burada bilirik ki, i parametri S sətrinin simvollarını bir-bir götürəcək. Yəni, birinci dəfə i-nin qiyməti S sətrinin ilk simvolu olacaq, S hərfi yəni. Və şərt verib ki, əgər i-nin qiyməti, yəni böyük S hərfi, böyük bərabərdirsə dırnaqda kiçik A-dan, and və böyük S kiçik bərabərdirsə kiçik Z hərfindən. Bu nəyi göstərir? Yəni, böyük S hərfi kiçik A ilə kiçik Z arasındadırmı? Təbii ki, xeyr də. Böyük hərf kiçik hərflərin arasına daxil olmaz. Onda əks halda o biri şərti yoxlayırıq. Və şərtdə deyir ki, böyük S hərfi bu dəfə deyir böyük A ilə böyük Z arasında yerləşirmi? Yəni, böyük A-dan böyük sayılır və böyük Z-dən isə kiçik sayılır. Nəyə görə? Çünki askı əlifbasında bilirik ki, A-dan Z-ə böyük hərflər və sonra da A-dan Z-ə kiçik hərflər düzülür. Və hər hansı bir hərfi bu aralıqda axtara bilir. Təbii ki, böyük S hərfi böyük A ilə böyük Z arasındadır və bu sıra artan sıra qəbul olunur da. Yəni, A-dan Z-ə hərfləri artan sıra ilə qəbul edirik. Ona görə yazıb ki, yəni S böyük bərabərdirmi A-dan və S kiçik bərabərdirmi Z-dən? Bəli, şərt ödənir. Onda T bərabər T plus 1-i hesablayır. 0 idi, 1 vayda artır, elə 1 olur. Növbəti dəfə geri qayıdır, yəni əvvələ. i-nin qiyməti bu S deməli sətrinin növbəti simvolu olan H hərfi olur. Təbii ki, H da kiçik hərf olduğu üçün balaca A ilə balaca Z arasında yerləşər. Onda C-ni hesablasaq, C də bərabər C plus 1-ə əsasən 0 plus 1 alarıq. Və fikir versək, bu 1-1 artırsa C, deməli bu şərti ödəyənləri saymış olur. Eyni ilə T də ikinci şərti ödəyənləri sayır. Və avtomatik iş dövrü burada saxlayıb məntiqlə tutmalıyıq ki, yəni bu şərti ödəyənlər həmin bu sətrin kiçik hərfləri olacaq. Çünki i bu sətrin simvollarını bir-bir götürəcək və bunlardan da kiçik hərfləri C sayacaq, böyük hərfləri isə T sayacaq. Onda avtomatik kiçik hərfləri saysan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 olar. C 12-dir, T isə böyük hərfləri saydığına görə 1, 2 olacaq. Daha sonra C ilə T-nin hasilini tapsaq, 12-ni də 2-yə vuranda 24 alarıq. İkinci sualda verib ki, Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdir. Len S 1, 2, 3, 4, 5, 6, 7. Yəni bilirik ki, len siyahının elementlərinin sayıdır. Və burada i-nin qiyməti 0-dan 7-yə qədərdir. Bilirik ki, 7-nin özü daxil deyil. Yəni 0-dan 6-ya qədər qiymətləri götürür. i 0 olduqda şərt verib ki, L-də, mən qısaca L yazıram, L-də 0-cı elementi 2-yə böləndə qalıq 0-dırmı? L-də 0-cı element 412-dir. Bəli, yəni 2-yə böləndə qalıq 0-dır. Şərt ödənir. Onda S-i 1 vaid artırırıq. 0 idi, olur 1. Təbii ki, if ödənib deyə elifə baxmırıq. Çünki elif əks halda bu şərti yoxla deməkdir. Artıq if ödəndiyi üçün nə elifə, nə də onun əks haldasına baxılmır. Amma bu S isə dövrün daxilində verildiyinə görə hər dəfə hesablanacaq. Və if və else-lərlə eyni sütunda yazılıb deyə, onlardan asılı deyil. Yəni, hər dəfə dövr daxilində təkrar olunmalıdır. Ona görə aldığım 1-in üstünə də 4 gəlib 5 alıram. Və buradan geri qayıdır ən əvvələ. İkinci dəfə i-nin qiyməti olur 1. Bu dəfə şərt verir ki, L-də birinci elementi 2-yə böləndə qalıq 0-dırmı? L-də birinci elementi də bəli, 2-yə böləndə qalıq 0-dır, yəni cütdür. Onda yenə S-i 1 vaid artırır. 5 idi, olur 6. Bir də sərbəst hədd kimi bunu hesablayır. 6 üstünə 4 gəlib alır 10. Üçüncü dəfə, deməli, yenə geri qayıdır əvvələ, i-nin qiyməti 2 olur. Şərti yoxlayırıq ki, L-də ikinci elementi 2-yə böləndə qalıq 0-dırmı? Bəli, yəni cütdür.
Onda S-i yenə 1 vaid artırır. Deməli 10 idi, üstünə 1 gəlir 11, bir də sərbəst həddə hesablayır. Üstünə 4 gəlib 15 alır. Dördüncü dəfə i-nin qiyməti 3 olduqda əldə 3-cü elementi 2-yə böləndə qalıq 0-dırmı? Bu dəfə xeyir cavabı alırıq, çünki tək ədəddir. Onda əks halda o biri şərti yoxlayıram. Bəs i-ni 2-yə böləndə qalıq 1-dirmi? i isə 3-dür. 3-ü 2-yə böləndə qalıq 1-dirmi? Bəli, şərt ödənir. Onda S-i hesablayıram. 15 idi, 2 vaid artırıb 17 alırıq. Bir də sərbəst hədd var. S də bərabər olur 17 plus 4, 21-ə. İndi əvvəli silək. Bundan sonra, deməli, bu neçənci dövrdür? 4-cü dövrdən sonra 5-ci dəfə i-nin qiyməti olur 4. Və əldə 4-cü element cütdürmü? Yəni, yoxlayırıq. Əldə 4-cü element də cüt deyil. Şərt ödənmədiyinə görə elifə baxır. Bəs i-ni 2-yə böləndə qalıq 1-dirmi? 4-ü 2-yə böləndə də qalıq 1 deyil. Onda elif də ödənmirsə, onun əks haldasını hesablayır. S 21 idi, üstünə də 3 gəlir, alır 24. Və bir də sərbəst həddə görə 24-ün üstünə 4 gəlir, alır 28. Bundan sonra, deməli, i-nin qiyməti 5 olur. i 5 olduqda əldə 5-ci element 2-yə böləndə qalıq 0-dırmı? Xeyr, yəni təkdir. Bəs i-ni 2-yə böləndə qalıq 1-dirmi? Bəli, 5-i 2-yə böləndə qalıq 1-dir. Onda S-i 2 vahid artırır. Yəni 28-i 2 vahid artırır. 30. Təbii ki, elif ödənib deyə əks haldasına baxmıram. Bir də sərbəst həddə hesablayıram. 30-un üstünə də 4 gəlib 34 alıram. Və sonuncu dəfə i-nin qiyməti 6 olduqda deməli, bu dəfə əldə 6-cı elementi götürür. Deməli, yoxlayırıq ki, əldə 6-cı elementi 2-yə böləndə qalıq 0-dırmı? Bəli, şərt ödənir, onda S-i 1 vaid artırır. 34 idi, 35 olur. Bir də təzədən sərbəst həddə görə 4 vaid daha artırır, 39. Və geri qayıdır, artıq i-nin qiyməti bitmiş olur. Ona görə dövrdən çıxır və 39 qiymətini çapa verir. Üçüncü misala baxaq. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdirin. B və A sətirləri verib və K da bu iki sətri cəmləyir. Bilirik ki, sətirləri toplayan zaman sadəcə birləşib yanaşı yazılır. Amma sətirlərdə toplamanın fərqi var. Deməli, A plus B yazılıbsa, birinci A gəlməlidir. Yəni, burada A-nın qiyməti 3 və s. Yəni, yazılan bu ifadəni İndi hamısını yazmıram. Məsəl üçün, A-nı yazır. Dırnağı hələ bağlamırıq da. Ondan sonra qoşa nöqtə var. Qoşa nöqtə, çünki bu da bir sətirdir də. A-nın üstünə bu sətri gəlib birləşdirdik. Sonra da B-ni yazırıq. Apple, yəni bundan sonra da B-nin qiymətləri və s. Ondan sonra yəni birləşmiş olur artıq. K-nın qiyməti yəni bu formada olur. A, qoşa nöqtə, sonra da B-nin qiyməti. Və bizə deyir ki, K-da yəni burada A-nın indeksini tap. Kiçik A-nın 0, 1, 2, 3, virgül 4, 5, 6, 7. Deməli buna düşür 7. Və verib ki, K-da böyük A-ların sayı. Bilirəm ki, B ilə A-nı birləşdirmişəm də. Bu ikisində bir yerdə böyük A neçədə nə var? Bircə dənə. Deməli 7-nin üstünə 1 gəlib, onda alırıq 8. Olur B variantı. Sonra dördüncü sualda verib ki, Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdirin. El siyahısı verib, F-i qiymətlə dəyişənlərinin qiyməti 1-dir, S isə 0 verib. Deməli, birinci dəfə F kiçikdir və maksimum L-də. F-in qiyməti 1-dir, maksimum L isə burada 120-dir. Bəli, şərt ödənir. Onda F bərabər F vuraq i-ni hesablayır. Elə 1-i də 1-ə vuranda 1 alırıq. Və şərt verib ki, L siyahısında F-lərin sayı 0-dan çoxdurmu? F 1-dir də, yəni 1-lərin sayı L siyahısında 1-dən çoxdurmu? Xeyr, heç 1 demək olar ki, bu siyahıda yoxdur. Ona görə şərt ödənmir. Şərt ödənmədiyinə görə S-i hesablaya bilmir, yəni.
Amma bu i if-dən asılı deyil ki, dövrün içindədir deyə hesablanacaq. I-ni bir vahid artırırıq, 1 idi olur 2. Və buradan geri qayıdır əvvələ. F, yəni 1, kiçikdirmi maksimum deməli L-dən, yəni ki 120-dən, bəli. F bərabər F vuraq I, yəni 1 vuraq 2. İndi yenə şərt verib ki, bu F-lərin sayı L siyahısında bir sıfırdan çoxdurmu? Yenə də 2 bu siyahıda yoxdur. Ona görə şərt ödənmir. Yenə də S hesablaya bilmir və i-ni bir vahid artırır. 2 idi 3 olur. Yenə geri qayıdır əvvələ. İndi deməli F, yəni 2 kiçikdirmi maksimum L-dən, yəni 120-dən? Bəli, yenə şərt ödənir. Və F bərabər olur F vuraq i-yə. Yəni 2 vurulsun 3-ə 6-ya. Bundan sonra şərt verir ki, F-in yəni sayı L siyahısında sıfırdan çoxdurmu? Bəli. 6-nın sayı L siyahısında sıfırdan çoxdur, yəni bir dənə var. Ona görə S-i hesablaya bilir. S plus F, yəni 0 plus 6. Daha sonra i-ni bir vahid artırır. Deməli 3 idi 4 olur. Və bundan sonra 4-cü dəfə dövrə qaydanda F, yəni 6 kiçikdirmi 120-dən? Bəli, şərt ödənir. F bərabər F vuraq i-ni hesablayır. 6-nı bu dəfə deməli i-yə 4-ə vurur 24. Və indi F-lərin sayı, yəni 24-ün sayı L siyahısında sıfırdan çoxdurmu? Bəli, bir dənə var. Yenə şərt ödənir. Onda S-i hesablaya bilir. S plus F 24 alırıq 30. İ'ni də bir vahid artırır. 4 idi olur 5. Bundan sonra yenidən, yəni əvvələ dövrə geri qayıdır. Və F, yəni 30, yox, üzr istəyirəm, 24 kiçikdirmi maksimum L-dən, yəni 120-dən? Bəli, şərt ödənir. Onda F-i hesablayır. Yəni 24-ü 5-ə vurur, 5 faktorial 120 alır. Və şərt verib ki, L siyahısında bu F-in, yəni 120-nin sayı sıfırdan çoxdurmu? Bəli. Onda S bərabər S plus F-i hesablayır. S 30 idi, üstünə də F-in qiymətini gəlir 150. Bundan sonra i-ni bir vahid artırır, olur 6. Və 6-cı dəfə dövrə geri qaydanda F, yəni 120 kiçikdirmi maksimum L-dən, yəni 120-dən? Xeyr. Bu dəfə şərt ödənmir, dövrdən çıxır və 150 qiymətini də çapa verir. Bu 4-cü sual, 5-ə baxaq. Deməli, S 2, 3, 4, 5 formasındadır. Len S-i hesablasaq, 1, 2, 3, 4. Yəni ki, sətrin simvollarının sayını götürür. İndi bilirik ki, i parametri bu halda S sətrinin simvollarını bir-bir götürür. Yəni, i-nin birinci qiyməti olur dırnaqda 2. Daha sonra print bilirik ki, çap edəcək. Yəni, nəticə buradan ekrana çıxacaq. I, yəni dırnaqda 2, vuraq k-ya. K-da 4-dür də. Bilirik ki, ədədi sətrə vuranda ədəd qədər sətir qaytarır. Ədəd qədər sətir. Deməli, birinci printdən 4 dənə 2 çıxacaq ekrana. Və avtomatik, bax, bunu və bunu atıram. 2 variant qaldı. İndi görək K-nın qiyməti necə dəyişir. K isə 4 idi, bir vahid azalır, olur 3. Buradan geri qaydanda əvvələ, ikinci dəfə i-nin qiyməti artıq sətrin növbəti elementi olan dırnaqda 3 olacaq. Və bu dəfə i-ni k-ya vuranda, i dırnaqda 3-dür, amma k bir vahid azalıb 3 olur. Yəni, ədəd qədər sətir qaytarır. Bu dəfə 3 dənə 3-ü qaytarır. Əslində, bundan sonrasını yazmağa gərək yoxdur. Çünki birinci 4 dənə 2-ni qaytarıb, sonra 3 dənə 3-ü qaytarıbsa, sonra 4 gəlir də. Deməli, k da hər dəfə azalır axı. Deməli, ondan sonra 2 dənə 4-ü çapa verəcək. Sonra 5 gəlməlidir. K-nı yenə bir vahid azalıb, bir dənə 5-i çapa verəcək. Ona görə C variantı olur. 6. Python dilində yazılmış proqram nəticəsini müəyyənləşdirin. Append bilirik ki, siyahıya element əlavə edilir. Yəni, bundan sonra elə bil, həmin bu aya
sözündə bu siyahıya əlavə eləyəcək. Sonra siyahı dəyişib bu formada olduğuna görə bu siyahıdan artıq birinci elementi silir. Delete bilirik ki, indeksinə görə silir. 0, 1. Deməli, bu elementi silir və sonra verib ki, minimum L-lə maksimum L-i topla və bilirik ki, sətirlər, yəni sətirlər, siyahıda sətir tipdən elementlər varsa, oradan maksimum və minimumu artıq ASCII-yə görə müəyyənləşdiririk və bilirik ki, ASCII-də də A-dan Z-ə hərflər artan sıra ilə düzülür. Onda bunlara artan sıra ilə düzsəm, birinci əlifbada A gəldiyinə görə bu ikisini müqayisə eləyirəm. Bunların da ilk hərfləri eyni olduğuna görə ikinci hərflərinə baxıram. Və təbii ki, bu əvvəldə gəlir. Sonra digər söz, aya sözü gəlir. A-la qutarır, A-dan sonra əlifbada B gəlir, binari sözü, sonra da tire sözü. Yəni A-dan Z-ə artan sıradır. Mən bunu artan sıra ilə düzdüm və artan sıra ilə düzəndə bu ən kiçik olur, bu ən böyük olur da. Minimum və maksimum bunlardır. Birinci minimumu istəyir, yəni elə bu R sözü, sonra da maksimum tire sözü. Bunları da toplayanda, iki sətri toplayanda bilirik ki, birləşmə yaranır. Birləşdirir, bu formada yazır. Olur, bu da D variantı. 7. N-dən 1-dən len n çıxaq 1-ə qədər istəyir. Bunu 1-i saxlayıram. Len n-i baxıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Ondan 1 çıxanda da elə 9. Deməli, 1-dən 9-a qədər istəyir. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 1-dən 9-a qədər deyirsə, 9 özü bilirik ki, daxil olmur. Yəni, belə çıxır ki, birinci və axırıncı simvollardan başqa qalan hamısını götürəcək. 4, 5, 1, 2, 4, 5, 1, 2. Və burada i parametri n sətrinin simvollarını bir-bir götürür. Bir neçə dövrü yazandan sonra proqram yenə aydın olacaq. i-nin qiyməti bu sətrin ilk elementi olan dırnaqda 4 olacaq. S bərabər olur S plus, yəni 0 üstə gələk int i-yə. I-nin qiyməti dırnaqda 4-dür, amma int bilirik ki, tam tipə çevirir. Ona görə ədəd kimi, yəni 4-ü götürür. Növbəti dəfə geri qayıdır. N sətrinin o bir elementi olan, deməli, dırnaqda 5-i götürür. S bərabər olur S plus, yəni 4 üstə gəl int i-yə. Yəni dırnaqda 5-i tam tipə çevirir. Və buradan aydın olur ki, bu n sətrinin hər dəfə bir-bir simvollarını götürəcək, onları tam tipə çevirib toplayacaq. Yəni, bunun simvollarını ədəd kimi, rəqəm kimi toplayacaq. Onda 4 üstə gəl 5, 9, plus 1, 10, plus 2 də 12. Bura 12 veribsə, bu da eynidir də, 4, 5, 1, 2-dir. Bu da 12 olacaq cəmi. 12, 12-də 24-ü verəcək. Olacaq 7-də Y variantı. 8. A nöqtə append 1. Bilirik ki, append siyahının sonuna element əlavə edir. Yəni, 1-i bu formada siyahıya əlavə edir. Delete A-da birinci element. A-da birinci elementi silir, yəni 2-ni. A nöqtə insert 1, 1. Yəni, alınmış siyahını hələ ki, bax, buradan yazıram. Deməli, 1, 3, 4, 5, 6, 7, 1-dir. Və bilirik ki, insert indeksinə görə əlavə edir. Yəni, birinci yerdə duran element artıq 1 olmalıdır. Onda belə olacaq. 1, sonra həmin bu 1, sonra da qalanı 3, 4, 5, 6, 7, 1. Yəni, artıq birinci yerdə dayanan element 1 oldu. Sonra remove 1. Remove da bilirik ki, siyahıdan elementin özünü silir. Amma elementdən 2 dənə olduğuna görə ilk gördüyünü siləcək. Qalacaq 1, 3, 4, 5, 6, 7, 1. Və printdə A-da birinci elementi istəyir. 0, 1. Birinci element gəlir, düşür 3-ə. Olur D variantı. Deməli, y nöqtə upper. Bilirik ki,
Upper deməli sətrin bütün simvollarını, hərfləri böyük hərfə çevirir. Yəni Y-də bütün hərflər formada böyük hərflə yazılmalıdır. X nöqtə kapitalize da ancaq birinci hərfi böyüklə saxlayır, qalanları isə kiçik hərfə çevirir. Və iki sətri toplayanda da birləşmə yaranır, yəni bitişik formada belə yazılır. Daha sonra R ilə qoşa nöqtəni ikiyə vurub toplayır. Bilirik ki, buranı hələ ki saxlayıram, əsas birinci vurmanı yerinə yetiririk də, sonra toplama. Sətri ədədə vururamsa, ədəd qədər sətir qaytarır. Yəni, 2 dənə qoşa nöqtə yaranacaq burada. Qoşa nöqtə, dırnaqda. Əvvəldə də R plus var. R-in qiyməti budur. Bununla 2 dənə qoşa nöqtəni toplayanda 2 sətirdir də, yəni birləşmə yaranır. Yanına sadəcə 2 dənə qoşa nöqtə əlavə eləyir. Sonra da bunu bütöv mötərizəyə alıb 2-yə vurub. Yəni, bunun özünü elə ki, mötərizəyə alıb 2-yə vurmuşamsa, yenə bu sətri 2 dəfə təkrarlayacam da, yəni ədəd qədər sətir qaytarmalıdır. 2 dəfə bundan yazacaq yanaşı. Deməli, bu da olacaq B variantı. Bəli, bunu yazıb qoşa nöqtə qoyub 2 dənə, yenə bunu yazıb 2 dənə qoşa nöqtə qoyub. 10. Deməli, i-nin qiymətləri sıfırdan len elə qədər dəyişir. Leni tapsaq 1, 2, 3, 4, 5, 6, 7 olur və bilirik ki, bu halda i-nin qiymətləri sıfırdan 6-ya qədər dəyişir. Birinci dəfə i-nin qiyməti 0 olduqda şərt verib ki, elde 0-cı element bərabərdirmi maksimum elə? Maksimum el bu siyahıdan 45'dir. Və elde 0-cı element isə 6'dır. 6 bərabərdir 45'ə. Xeyr. Şərt ödənmirsə, onda əks haldanı hesablayır. Deyir ki, elde 0-cı elementi onda bərabər götür. Elde 0-cı elementin 2 qatına. Yəni 6'nı vuracaq 2'yə 12. Və bilirik ki, bu halda siyahının elementi dəyişib yeni qiymət alır. Yəni 6 silinir, onun yerinə 12 yazılır. Çünki yeni qiymət alıb. Buradan geri qayıdır əvvələ, i-nin növbəti qiyməti 1 olur. Şərt verir ki, elde birinci element bərabərdirmi maksimum elə, yəni 45'ə? Elde birinci element də 2'dir. Ümumiyyətlə nömrəliyim bu formada. Elde birinci element 2'dir. 2 bərabərdirmi 45'ə? Xeyr. Şərt ödənmirsə yenə əks haldan hesablayır. Onda elde birinci elementin yenə 2 qatını hesablayacaq. Yəni 2 idi, 2'yə də vurub 4 olacaq. Onda elde birinci element dəyişib 4 olur. Növbəti dəfə isə i-nin qiyməti deməli 2 olduqda şərt verir ki, elde ikinci element bərabərdirmi? Yəni maksimum elə, yəni 45'ə. Bəli, bu dəfə ödənir. Elde ikinci element 45'dir. 45 də 45'ə bərabərdir. Şərt ödənəndə isə deyir, elde ikinci elementi minimum elə bərabər götürür. Minimum el isə burada baxırıq ki 4'dür. Yəni artıq dəyişib baxın siyahının qiyməti. Əvvəlki siyahıya nəzərən 2 idi, amma qiymət dəyişib 4 olduğuna görə 4'ü götürür. Yəni elde ikinci elementi dəyişir, götürülür. Bunda belə çıxır ki, hər dəfə siyahının elementini əgər maksimum elementə bərabər deyilsə, yəni 2 dəfə artırır. Məsəl üçün 12 maksimum el 45'ə bərabərdirmi? Yox. Onda 2 dəfə artıracaq. Yox, əgər maksimum elementdirsə, onu da minimuma bərabər götürəcək. İndi onu bu qayda ilə siyahının elementlərini dəyişək. 12 bərabərdir maksimum elə. Xeyr, yəni maksimum el burada 45'dir. Onda 2 dəfə artıracaq. Bax buna görə. Olacaq 24. 45 bərabərdirmi maksimum elə? Bəli, elə maksimum el 45'dir, özünə bərabərdir. Onda minimum elə bərabər götürəcək. Yəni minimum el də burada 4'dür. Artıq siyahıda 45 yoxdur. Yəni bu dəfə maksimum element elə 24'dür. İndi şərt verir ki, yenə 24 bərabərdirmi maksimum elə? Bəli, maksimum el 24 olduğuna görə bərabərdir. Yəni şərt ödəndiyinə görə həmin o 24'ü minimum elə bərabər götürəcək. Yəni 4'ə.
Növbəti dəfə 13 bərabərdirmi maksimum elə? Xeyr, 13 24-ə bərabər deyil. Yəni siyahının maksimum elementinə bərabər deyilsə, onu da 2 dəfə artıracaq, olacaq 26. Və bundan sonra alınmış yeni siyahını yazıram bu hissədə. Deməli, olacaq el siyahısı 12, 4, 4, 24, 4, deməli 4 və 26. Və sam elde bilirik ki, bu siyahının elementlərinin cəmi olur. Deməli, 8, 20, o da 24 deməli 44, 8, 52 plus 26. Bu da eləyəcək 78 olacaq A variantı. 11-ci sual. Cavab da silinəcək. Deməli, klaviaturadan daxil ediləcək aralarında bir boşluq simvolu olan sözlərdən ibarət S mətni üçün Python dilində tərtib olunmuş proqram nəyi çıxışa verər? Aralarında bir boşluq olmaqla bir dənə sətr daxil eləyək. Deməli, əvvəlcə bu biri silim, hələ dövrə girməmişdən əvvəl S-ə bir qiymət daxil edirik. Olsun bu formada. Info, tutaq ki, boşluq qoymuşam. Kitabı, yenə boşluq qoymuşam. 2025-ci, tutaq ki, belə bir yəni cümlə kimi yazmışam. Sonra C ilə B-ni 0 verib, indi hesablayaq. I S sətrinin birinci elementini götürür. Yəni, dırnaqda elə i-ni. Və şərt verib ki, i-nin qiyməti, yəni dırnaqda i, fərqlidirmi dırnaqda boşluqdan? Bəli. Onda C-ni bir vahid artırır. C də 0 idi, olur 1. Və şərt verib ki, C, yəni 1, böyüdümü B-dən? 0-dan, bəli. Onda deyir, B-ni C-yə bərabər götür, yəni 1-ə. Buradan geri qayıdır əvvələ. Yox, bir dəqiqə. Print B var. Print B varsa, if ilə else ilə eyni sütunda dayanıbdır. Onda bu biri çapa verir. Və buradan geri qayıdır əvvələ. İkinci dəfə i-nin qiyməti olur dırnaqda n. Yəni, S sətrinin o biri simvolunu götürür. Və dırnaqda n fərqlidirmi dırnaqda boşluqdan? Bəli. Onda C-ni bir vahid artırır. 1 idi, olur 2. Sonra şərt verib ki, C, yəni 2 böyüdümü B-dən? 1-dən, bəli. Onda B-ni C-yə bərabər götürür, yəni 2-yə. Və print B yenə bu 2-ni çapa verir. Sonra geri qayıdır əvvələ. Deməli, i bərabər olur dırnaqda f-ya və dırnaqda f fərqlidirmi dırnaqda boşluqdan? Bəli. C-ni bir vahid artırır, bu dəfə 3 olur. 3 böyüdümü B-dən, yəni 2-dən? Bəli. Onda B-ni C-yə bərabər götürür 3-ə. Yenə bu 3-ü çapa verir. Dördüncü dəfə i-nin qiyməti, deməli, dırnaqda O hərfi olur. Və dırnaqda O da dırnaqda boşluqdan fərqlidir deyə C-ni bir vahid artırıb 4 götürür. Və C böyük olduğuna görə B-dən yenə də B-ni C-yə bərabər götürür 4-ə və bu 4-ü yenə çapa verir. Geri qayıdır əvvələ, artıq 5-ci dəfə i-nin qiyməti dırnaqda boşluq olur elə. Dırnaqda boşluq fərqlidir dırnaqda boşluqdan? Xeyr. Onda əks halda C-ni sıfırlayır. Sıfırlayırsa, təzədən qayıdacaq, yenə eyni prosesi bunun üçün təkrarlayacaq. Əslində, burada tək 4-ü çapa versəydi, deyərdim ki, hə, bu sözün uzunluğunu götürüb. Yəni, cavablara da baxsaq elə, yenə də variantlar arasında bu uyğun gəlir ki, hər bir sözün uzunluğu. Çünki növbəti dəfədə eyni şeyi bunun üçün təkrarlayanda C gəlib, deməli 1, 2, 3, 4, 5, ən axırda 6 çap olunacaq. Sadəcə bu printi mənə elə gəlir ki, səhv yerdə veriblər. Bunu else-in daxilində versəydilər daha doğru olardı. Ki, yəni bu hər dəfə bu 1-i, 2-ni çap etməli deyil axı. Məsəl üçün bu söz infodur. Bunun uzunluğunu bir dəfə çap eləyir 4-ü vəssalam. Else-in daxilində olsa elə olardı.
Növbəti dəfə kitabı sözündə C-ni hesablayacaq 6. 6-nı ən axırda çapa verib sonra deməli dırnaqda boşluğa çatanda əks haldaya gəlib C-ni sıfırlayacaq. Yəni bu qaydada getməlidir. Burada kiçik bir səhv var məncə. Amma yenə uyğun olaraq A variantını götürmək olar. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdirin. Split bilirik ki, sətri siyahıya çevirir. Ancaq splitin daxilində boşluq verdiyinə görə hər dəfə boşluq simvolunu kəsir və bu formada çevirir. Yəni, sözləri onda siyahının elementlərinə çevirəcək. Mən qısaca yazıram. Bu formada. Ondan sonra s.append bu sözü verib. Yəni, bunu siyahının sonuna əlavə edəcək. Onda s siyahısının son forması belə olacaq. Deməli, birinci bu söz, daha sonra digər. Əgər bu söz bizə bütöv şəkildə lazımdırsa, yazaq. Deməli, burada mənə elə gəlir ki, lazım deyil. Elə qısa hələ ki yazım. Center. Sonra da bunu artıq bütöv şəkildə əlavə eləyib də. Yəni, bu artıq bir söz birləşməsi şəklində bir element olacaq. Yəni, mərkəzi. Ondan sonra S siyahısının elementlərini bir-bir götürür. Yəni, bu vergüllə ayrılanlar hərəsi bir element. İndi, i-nin birinci qiyməti olacaq birinci söz. Şərt verib ki, həmin bu i-də A-nın indeksi -1-dən fərqlidirmi? A-nın indeksi 2-dir. Yəni 2 fərqlidirmi -1-dən? Bəli. Onda x bərabər x vuraq 2-ni hesablayıb. Yəni 2-ni 2-yə vurubdur. Elə buradan əslində məntiqi tuturam. Burada i parametri S siyahısının elementlərini bir-bir götürəcək də. Və bundan sonra həmin o i-nin qiymətləri siyahının elementləri olduğuna görə həmin elementlərdə əgər A hərfi varsa, onda x-i 2-yə vuracaq. Nəyə görə? Çünki A-nın indeksi -1-dən nə vaxt fərqi olar? Yəni, -1 find o vaxt verir ki, həmin simvol sətirdə əgər yoxdursa, onda find -1-i qaytarır. Məsəl üçün, burada A hərfi olmasaydı, yəni i-də tutaq ki, A-nın indeksi neçədir? A hərfi yoxdursa, find -1-i verərdi. -1 fərqlidirmi -1-dən? Yox cavabı alardım. Amma burada artıq A hərfi var axı və A hərfi olanda -1-dən həmişə fərqli olacaq, yəni A-nın indeksi. Buna görə də x-i hər dəfə 2-yə vuracaq. Onda mən baxıram ki, hansı sözlərin daxilində A hərfi var. Növbəti gələn bu sözdə də A hərfi olduğuna görə x-i yenə 2-yə vuracaq. 4 isə 2-yə vurub 8 olacaq. Center sözündə A hərfi yoxdur. Ona görə x-i 2-yə vurmayıb geri qayıdacaq əvvələ. Dövlət İmtahan Mərkəzi sözündə də A hərfi var deyə x-i bir də 2-yə vuracaq. 8-i 2-yə vuracaq 16. Olacaq Y variantı. Sonra deməli baxaq növbəti suala 13. Deməli, i-nin qiyməti 0-dan len s çıxaq 1-ə qədər dəyişir. Əslində, bu len s çıxaq 1 nə ifadə edəcək? Axırıncı hərfi götürməyəcək də, axırıncı. Çünki 0, 1, 2, 3, 4, 5, 6 indeksləməyə bilmirəm, gərək var yox, hələ ki saxlayaq. Burada l-ni saysaq, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24 edir. 24 çıx 1, 23-ü verir. Yəni, i-nin qiymətləri 0-dan 23-ə qədər dəyişir. Və gəlir deməli, axırıncını götürmür. İndi burada bir-bir yoxlasaq, i-nin qiyməti 0 olanda şərt verib ki, s-də 0 plus 1, yəni birinci element bərabərdirmi dırnaqda boşluğa? Baxırıq ki, s-dən birinci element gəlir t hərfinə düşür. Yəni t bərabərdir dırnaqda boşluğa? Xeyr, əlbəttə. Və bu nə vaxt baş verir? Yəni i-nin qiyməti dırnaqda boşluq olduqda şərt ödənir ancaq.
Çünki i bir-bir bu hərfləri götürəcək. i-nin növbəti qiyməti məsəl üçün olacaq 1 və burada s-də 1 plus 1, yəni ikinci element, s-də ikinci element gəlib a hərfinə düşür. Yəni a hərfi bərabərdirmi dırnaqda boşluğa? Xeyr, burada da ödənmir. Daha doğrusu i-nin qiymətləri, yəni bu sətrin simvollarının indeksləridir. Yəni şərtdə həmin elementləri götürmüş olur. Və əgər element dırnaqda boşluq olarsa şərt ödənir də, yəni elə çıxır. Və bu da nə vaxt baş verər? İndeks deməli 4 olduqda i-nin qiyməti. Şərt belə alınacaq ki, s-də 4 plus 1, yəni 5-ci element bərabərdirmi dırnaqda boşluğa? Bəli, çünki s-də 5-ci element dırnaqda boşluqdur və dırnaqda boşluq bərabərdir dırnaqda boşluğa. Onda bunu çapa verəcək. Yəni s-də i-nci elementi, 4-cü element. S-də 4-cü element isə balaca e hərfinə düşür. Bu tərəfdən yazıram. Və bilirik ki, sep arqumentlərin arasında yazılan vergülün əvəzinə işləyir. Həmin bu sepin daxilində olan simvolu yerləşdirir. Bir də s-də i plus ikinci elementi çapa verir. Yəni 4 plus 2 6-cı element. Bu da e hərfi olur digər. Və baxıram ki, boşluğun bir solundakı, bir də sağındakı elementləri bu formada götürdü. Növbəti boşluq da gəlib düşür bax bu hissəyə. Və buradan artıq heç, yəni hesablamağıma ehtiyac yoxdur. Məntiq olaraq artıq anladım ki, boşluğun solundakı və sağındakı elementləri götürürsə, burada da onda bir n hərfini götürəcək. Onsuz da bu vergülün əvəzinə yenə üstəgəl yazılacaq. Bir də boşluğun sağındakı c hərfini götürəcək. Deməli olacaq 13-də A variantı. El siyahısı üçün hansı metod və ya funksiya deməli ilə eyni işi icra edir? Yəni, bunları əslində belə yazmaqda məqsəd sadəcə beyin qarışdırmaqdır. Məsəl üçün, bunu belə saxlayaq, bunu da belə. Ya da bunu en kimi də saxlamaq olarlar. Bu da olacaq elde i-nci element. i-nin qiymətləri sıfırdan l-in elə qədərdir. Yəni 1, 2, 3, 4, 5, 6. Yəni sıfırdan 5-ə kimi i qiymət alır. i sıfır olduqda verilib ki, n siyahısına əlavə et. Sıfırıncı yerə elde sıfırıncı elementi əlavə et. Sıfırıncı yerə əgər elde elə sıfırıncı elementi əlavə edirsə, yeni siyahı belə olacaq. 4121 virgül, yenə 4121. Yəni sıfırıncı element elde sıfırıncı elementə bərabər olur. Bundan sonra 667, 534, 62, qalanı yəni olduğu kimi düzülür. Sonra gəlir deməli, i-nin qiyməti 1 olur. Və verilib ki, deməli, n-də sıfırıncı elementdən əvvələ elde birinci elementi əlavə et. N-də sıfırıncı elementdən əvvələ əgər 1-i əlavə edirsən, yəni elde birinci elementi əlavə edirsən, onda sıfırdan əvvələ 1-i əlavə edəndə 667-ni əlavə edir. 667 sonra 4121 olur. Burada deyəsən 2 dəfə yazdım. Deməli, qoy bir də baxım, çünki məncə səhv elədim bu hissədə. 2 dənə 4121 niyə alınsın ki? i bərabər olur, deməli 0-a və n.insert n siyahısına əlavə etməliyik. Deyirəm də, mən götürüb elə əlavə edirəm. N siyahısına əlavə edirik. Sıfırıncı elementdən, yəni sıfırıncı elementin yerində elde sıfırıncı element dayanmalıdır. Onsuz da n siyahısı, yəni boşdur. Onda n siyahısını əlavə edəcək elde sıfırıncı elementi, yəni 4121. Bundan sonra ikinci dəfə i-nin qiyməti olacaq 1. i 1 olduqda n siyahısını əlavə edəcək.
Sıfırıncı element artıq yəni deyir olsun elde birinci element. Yəni bunu lower dildə belə izah eləmək olar ki, n-də sıfırıncı elementdən əvvələ bunu əlavə etməlidir. Yəni elde birinci elementi. Onda olacaq 667, sonra 4121. Yəni gəlib sıfırıncı element artıq 667 olacaq. Yəni elde birinci element. Sonra i-nin qiyməti 2 olduqda n-ə əlavə edəcək elde ikinci elementi. Yəni n-də sıfırıncı element artıq bu olmalıdır. Elde ikinci elementdə baxıram 534. Yəni n siyahısının sıfırıncı elementi 534 olmalıdırsa 534 667 4121 gələcək. Və belə baxıram ki, bu elementləri götürür, tərsinə düzür. Yəni sonra belə alınacaq da onda 662 sonra 534 sonra bu ədəd digərləri sonra bu ədəd digərləri və gəlib baxırda siyahı belə alınacaq. Yəni bu ədədləri siyahıdan deməli tərsinə düzəcək. Deməli hansı işi görür? Yəni siyahının elementlərini tərsinə düzəndə reverse, yəni bu metodla eyni işi icra edir. Computer 12 Science 23 verib. Deməli i-nin qiyməti S sətrinin birinci simvolu olan dırnaqda C-dir. Şərt verib ki, dırnaqda C 0 ilə 9 arasında yerləşirmi? Yəni rəqəmdirmi? Xeyr, əlbəttə. Bu hara qədər davam edir? Onsuz da bunlar hamısı hərfdir də, yəni heç birində bu şərt ödənməyəcək. Ta ki rəqəm olana qədər. Yəni i-nin neçəncisə qiymətində, yəni n-ci dövr yazım. i-nin qiyməti dırnaqda 1 olanda şərt ödənir. Çünki 1 0 ilə 9 arasında yerləşir. Onda eri hesablayır. I, yəni dırnaqda 1, üstəgəl r, yəni dırnaqda boşluq, plus yenə i, yəni dırnaqda 1, üstəgəl DS işarəsi. Bunları da toplayanda birləşdirir. 1, deməli 1 və DS bu formada yazır. Hələ ki bunu almışıq. Növbəti dəfə şərt ödənəcək nə vaxt? i-nin qiyməti 2 olanda. Çünki ancaq ədəd olanda bu şərt ödənir də. i dırnaqda 2 olanda şərt ödənir və eri bir də hesablayır. i plus, yəni dırnaqda 2, üstəgəl r, 1, 1 DS, plus i, yəni dırnaqda 2, üstəgəl DS. Bunu da toplayanda 2, 1, 1, DS, 2 DS alınır. Və növbəti dəfə şərt bu 2 də ödənir. Yəni ədəd olanda yenə, dırnaqda 2 olanda ödənir. Eri hesablasaq, i, yəni dırnaqda 2, üstəgəl r, yəni bu, 2, 1, 1, DS, 2 DS. Plus i, yəni dırnaqda 2, üstəgəl DS. Bunları da toplayanda 2, 2, 1, 1, DS, 2, DS, 2, DS. Belə bir şey alınır. Daha sonra isə i-nin qiyməti bir də 3 olanda, yəni ödənir dırnaqda 3. Buranı silək. i-nin qiyməti dırnaqda 3 olanda da r bərabər olur. i, yəni dırnaqda 3, üstəgəl r, yəni bu. Bunu yazmıram, axırda bir dəfəlik toplayarıq. Üstəgəl i, yəni dırnaqda 3, üstəgəl DS. Deməli 3 olacaq. Sonra r-i yazacağıq. Yəni bunu 3, 2, 2, 1, 1, DS, 2, DS, 2, DS. Sonra 3, sonra yenə DS. Yəni belə bir cavab olmalıdır. Çünki bundan sonra rəqəm yoxdur, artıq bitir. 3, 2, 2, 1, 1, DS 2, DS 2, DS 3, DS. D variantı 15'te. 16. El siyahısı verilib.
Deməli, bu siyahını artan sırayla düzür. Bilirik ki, sort artan sırayla düzən metoddur. Olur 1, 1, 2, 2 dənə 3 var, 4, 5, 6. Reverse-də bunu tərsinə çevirir. Olur 6, 5, 4, 3, 3, 2, 1, 1. Və elde sıfırıncı elementin qiyməti dəyişir. Artıq buna bərabər olur. Yəni elde sıfırıncı element bərabər olmalıdır. Elde len el. Len elde 1, 2, 3, 4, 5, 6, 7, 8'dir. 8 çıx 1 də 7'ni verir. Elde 7-ci elementə 0, 1, 2, 3, 4, 5, 6, 7. Deməli, elde sıfırıncı element bərabər olmalıdır. Elde 7-ci elementə, yəni 1-ə. Onda qiyməti dəyişir. Elde birinci element isə bərabər olmalıdır. Elde sıfırıncı element. Elde sıfırıncı element dəyişib 1 olub deyə onu götürür, yəni dəyişmiş qiymətini. Və elde birinci element, yəni 5 dəyişir olur 1. Və print eli çapa verir. 1, 1, 4, 3, 3, 2, 1, 1 olur. 1, 1, 4, 3, 2, 1, 1 olur C variantı. Növbəti sualda verilib ki, S bərabərdir dırnaqda abituriyent. R də dırnaqda boş bir sətir verilib. Və I burada S sətrinin simvollarını bir-bir götürür. Yəni I-nin birinci qiyməti olacaq dırnaqda A hərfi. Və şərt verib ki, elə I-nin qiyməti, yəni dırnaqda A bərabərdirmi dırnaqda A-ya? Bəli. Onda R bərabərdir. R plus B-ni hesablayır. Yəni dırnaq üstəgəl B. İki sətir də toplayanda birləşir. Olur bu formada. If ödənibsə eliflərin heç birinə baxılmır. Ona görə geri qayıdır dövrə. I-nin növbəti qiyməti olur dırnaqda B. Bəs dırnaqda B bərabərdirmi dırnaqda A-ya? Birinci if ödənmirsə, onda elifə baxıram. Bəs dırnaqda B bərabərdirmi dırnaqda B-yə? Bəli, ödənir. Onda R bərabər N üstəgəl C-ni hesablayır. N-in qiyməti dırnaqda B-dir. Üstünə də dırnaqda C-ni gəlir. Olur dırnaqda B-si. Üçüncü dəfə I-nin qiyməti olur dırnaqda I-yə. Dırnaqda I bərabərdirmi A-ya? Xeyr. Dırnaqda I bərabərdirmi B-yə? Yenə xeyr. Dırnaqda I bərabərdirmi C-yə? Yenə xeyr. Onda əks halda R bərabər R üstəgəl Y-ni hesablayır. Yəni R-in qiyməti BC idi. Üstünə də Y-ni gələndə BCY alır. Və baxıram ki, bu ancaq əks haldaya gedəcək. Çünki I-nin qiymətləri bu S sətrinin simvollarıdır. Əgər hansısa bir hərf A olsaydı, onu B ilə əvəzləyərdi. Əgər B olsaydı, C ilə əvəzləyərdi. Çünki elə edib də. Baxın, A-nın yerinə B yazıb. B-nin yerinə C yazıb. Amma A və B-dən fərqli biri olanda, yəni əgər C varsa da, yəni C-nin yerinə D yazardı. Amma heç C hərfi yoxdur deyə D heç vaxtı yazmayacaq. Və qalan hərflər də əks haldanı ödəyir deyə onların əvəzinə Y yazır. Yəni bu B, bu C olur, qalan hamısı Y gedir də, hamısı əks halda olduğuna görə. Olur B variantı. Sonra Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdirin. Deməli, birincidə i-nin qiyməti L siyahısının birinci elementi olan 43 olur. Və şərt verib ki, 43-ü sətir tipinə çevirsək, yəni dırnaqda 43 olur. Bunun uzunluğu bərabərdirmi 2-yə? Bəli. Onda L siyahısına əlavə edir sətir i-ni. Yəni bunu sətir tipinə çevirir və L siyahısına əlavə edir. L-də boş bir siyahıdır. Olur onda dırnaqda 43. Və buradan geri qayıdır əvvələ. Çünki bu L
Nöqtə reverse dövrdən çöldədir, yəni ən axırda icra ediləcək. Əslində mahiyyəti tutdum. Çünki burada verib ki, siyahının hansı elementi 2 rəqəmlidirsə, onları sətir tipinə çevir və el siyahısına əlavə et. Vəssalam. Çünki növbəti dəfə i-nin qiyməti məsəl üçün 1 olur və şərt verib ki, str i, yəni dırnaqda 1, bunun len də uzunluğunu götürürük. Len dırnaqda 1 bərabərdir 2-yə, xeyr. Deməli, burada elə ədəd yazılmalıdır ki, onun rəqəmlərinin sayı 2 olsun ki, şərt ödənsin, onda həmin bu el siyahısına onu sətir tipində əlavə etsin. Biri 43-dür, biri 45-dir, bir də 12-dir. Bunları sətir tipinə çevirib el siyahısına əlavə edəndə dırnaqda 43, dırnaqda 45 və dırnaqda 12 alınır. Dövr bitdikdən sonra reverse bilirik ki, tərsinə çevirir. Onda olacaq dırnaqda 12, dırnaqda 45 və dırnaqda 43. Sonra join-də bilirik ki, deməli, siyahını sətrə çevirir. Dırnağın içində heç nə olmadığı üçün bitişdirir. 12, 45 və 43 formasında. Print də dırnaqları atır. 12, 45, 43 olur. 18-də A bəndi. Daha sonra 19. Proqramın icrası zamanı klaviaturadan ardıcıl olaraq bu qiymətlər daxil edilərsə, hansı qiymətin çap olunacağını müəyyənləşdirin. Harada input varsa, yəni bu qiymətlər orada daxil ediləcək. Birinci input burada gəlir. Deməli 3 n-in qiyməti olacaq. Çünki ardıcıl deyir daxil edilib. Əgər n 3-dürsə, onda bura əslində input sətir tipi daxil edir. Ona görə dırnaqda 3 olur. Burada amma int n olduğuna görə dırnaqda 3-ü tam tipə çevirir, ədəd kimi 3 alır. i-nin qiymətləri də onda 0-dan 3-ə kimi 3-ün özünü götürmür. Bu qaydada olur. Onda dövrü hesablayaq. i-nin qiyməti 0 olduqda r bərabər r plus, yəni dırnaq üstəgəl input. Inputa görə ikinci artıq ədədi daxil edir, yəni 2-ni. Amma 2-ni sətir tipində daxil edir də input, çünki sətir tipində qiymət daxil etməyə imkan verir. Buradan geri qayıdır əvvələ. Artıq bunu götürdü. i-nin növbəti qiyməti 1 olur. Və i 1 olduqda r bərabər r plus, yəni dırnaqda 2 üstəgəl input var. Deməli, növbəti 2-ni də burada əlavə edir sətir tipində. Olur 22. Üçüncü dəfə i-nin qiyməti 2 olduqda r bərabər olur r plus, yəni dırnaqda 22 üstəgəl. Növbəti inputa görə bu 3-ü əlavə edir. Daxil edir daha doğrusu. 2, 2, 3 olur. Və geri qayıdır əvvələ, baxır ki, i-nin qiyməti yoxdur. Bu dövr qutarır. Ondan sonra n bərabər int input gəlir. Int isə tam ədəd daxil et deyir. Yəni, daxil etdiyimiz bu 2 qiymətini artıq tam ədəd kimi daxil edəcəyik. Bundan sonra isə indi növbəti dövrü hesablayırıq. i bərabərdir 0-dır. i kiçikdirmi n-dən? Yəni, 0 kiçikdirmi? m də 2-dir. Bəli, şərt ödənir. r bərabər input verib. Və input yenə daxil etmə olduğuna görə bu dəfə növbəti bu 1-i daxil edəcək, amma sətir tipində. Üstəgəl r-in də qiyməti budur. Dırnaqda 2, 2, 3-dür. Toplayanda da alırıq 1, 2, 2, 3. i-ni 1 vaid artırır, 1 olur. İkinci dəfə 1 kiçikdirmi 2-dən? Bəli, r bərabərdir input. Inputa görə bu dəfə bu 3-ü daxil edir. Dırnaqda 3 üstəgəl r-ə. Yəni 1, 2, 2, 3-ə. Bu da eləyir 3, 1, 2, 2, 3-ə. i-ni 1 vaid artırır, olur 2. Növbəti dəfə 2 kiçikdirmi 2-dən şərt ödənmir və dövrdən çıxır. R-in axırıncı qiymətini çapa verir. 3, 1, 2, 2, 3 olur Y variantı. Sonra bu 19, keçək o birinə, 20-yə. Deməli, U len S-ə bərabərdir. 1, 2, 3, 4, 5, 6-ya. Və dövr verib. L-də i-inci element, yəni i-də 0 olduğuna görə L-də 0-cı element kiçikdirmi U-dan, 6-dan? Bəli.
Da sıfırıncı element 2'ye düşür, şərt ödənir. Onda P bərabər olur, P vurulsun, yəni 1 vurulsun, elde sıfırıncı elemente. Yəni 1 vuraq, elə 2. İ'ni bir vahid artırır, 0 idi olur, deməli 1. Geri qayıdır buradan əvvələ. Elde bu dəfə i1 olduğuna görə elde birinci element alırıq. Elde birinci element kiçikdir mi 6-dan? Bəli, yenə 2 kiçikdir 6-dan. Onda P bərabər olur. P vuraq, yəni 2 vurulsun. Elde birinci elemente, yəni 2'yə. Onda belə baxıram ki, burada ls, yəni elde i'inci element bu siyahının elementləridir. Hansı element 6'dan kiçikdirsə, çünki u'nun qiyməti 6'dır. 6'dan kiçikdirsə, onların hasilini hesablayır. Və fikir verək, birinci 2'ni götürdü bunu, sonra o biri 2'ni vurdu. Yəni hansılar 6'dan kiçikdirsə, onları vuracaq. Onda bir dəfəli hesablamaq olar. 2 vurulsun 2, vuraq 4, 6'dan kiçikləri götürürəm. Vuraq 3, bir də vur 5. 12'ni artıq götürməyəcək. Deməli, bu da 2 dəfə 2, 4, 4 dəfə 4, 16, 3'ə vuranda 48, bunu da 5'ə vuranda alınacaq deməli. 200 deməli 40 olacaq 20 də A variantı. 20 keçək 21'ə. Çox getdim versən 21. A'nı verib, x, y'ı tapsaq, verib ki, A sətrində P'lərin sayı 1, 2. Vəssalam, elə 2 dənə. Len A, görək U bizə lazımdırmı? Əslində onu tapmasaq da olar, hələ ki saxlayaq. Deməli, M'in indeksini istəyir. X, y 2'də axı. 2 plus 5 bu bizə 7'ni verir. U da len A olduğuna görə bütün simvolları sayır. Yəni bunu əslində heç saymağa da gərək yoxdur. Məsələn 20 olsun, neçə olsun fərqi yoxdur. Bir x yaz. Elə U kimi də qalsın. Onsuz da bilirik ki, məsəl üçün bura 18 düşübsə, axırıncı simvolun indeksi 18-dirsə, U da 19 olur. Çünki indeksləyəndə 0-dan başlayırıqsa, sayanda da 1'dən başlayırıq. Yəni axırıncı simvolun indeksindən bir vahid çox olur da U. Yəni len daha doğrusu. Və bizə deyir ki, 7'dən, yəni axıra qədər də onda belə çıxır ki, bu aralıqdakı M'in indeksini götür. Nömrələsək 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12'yə düşür. Yəni 7'dən axıra qədər ki yerdə M'in indeksi düşür 12. Bu isə mənə verir 12'ni. Onda alıram A'da 12'ci element kvadrat mötərizənin içərisində 12 almışam deyə bura 12 yazıram. 12 vuraq 5'ə. A'da 12'ci element elə M'ə düşür axı M hərfinə. Dırnaqda M'i də 5'ə vuranda ədəd qədər sətir qaytarır. Yəni 5 dənə M hərfi olur. Bu da olur C variantı 21'də. M bərabərdir elde sıfırıncı elementin, yəni 34'ün ona bölünməsindən alınan qalığa, yəni 4'ə. X isə bərabərdir elde elə sıfırıncı elementin özünə, yəni 34'ə. İndi dövr edir. İ'nin qiyməti LS-də, yəni L siyahısında bir qoşa nöqtə nəyi göstərir? Yəni birinci indeksdən axıra qədər ki elementləri götürməlidir. Belə indeksləsək, burada son qeyd olunmadığına görə sonuncu özü də daxildir. Yəni i'nin qiyməti burada olur. 12, yəni birinci elementdən axıra qədər 567, 9 və 123. Onda i'nin ilk qiyməti olacaq 12. R bərabər olur, i'ni 10'a böləndə qalıq. 12'ni də 10'a böləndə qalıq düşür 2.
Eğer yəni 2 böyüdümü m-lə 4-dən? Xeyr. Şərt ödənmir deyə geri qayıdır əvvələ. I növbəti dəfə 567-ni götürür. I-ni 10-a böləndə qalıb 7 düşür. 7 böyüdümü m-dən, yəni 4-dən? Bəli. Onda m-i r-ə bərabər götürür. Yəni r-in də qiyməti elə 567. Yox, r-in qiyməti neçə idi? R-in qiyməti burada bir dəqiqə bir mərhələni atladım deyəsən. Burada 12-ni 10-a böldük, qalıb 2 qaldı və 2 böyüdümü m-dən, yəni 4-dən? Xeyr. Onda geri qayıtdı əvvələ. I-nin növbəti qiyməti 567 oldu. Hə, bu hissəni yazdım da. 567-ni 10-a böləndə qalıb 7 düşdü. 7 böyükdür m-dən, yəni 4-dən? Bəli. Onda m-i r-ə bərabər götürür. Hə, 7-yə. X isə i-yə bərabər götürür. Yəni 567-yə. Sonra üçüncü dəfə i-nin qiyməti olur 9. R də bərabər olur. 9-u 10-a böləndə qalır elə 9. 9 böyüdürmü m-dən 7-dən? Bəli. Onda m-i r-ə bərabər götürür. Yəni 9-a. X-i isə i-yə bərabər götürür. Yəni 9-a. Dördüncü dəfə i-nin qiyməti 123 olur. 123-ü 10-a böləndə qalıq 3 düşür. Yəni r-in qiyməti 3 olur. Və r, yəni 3 böyüdürmü m-dən 9-dan? Xeyr. Şərt ödənmir deyə geri qayıdır əvvələ. Və i-nin qiyməti bitir deyə dövrdən çıxıb x-i çapa verir. X-in də ən sonuncu qiyməti elə 9 olur. 23. Bunu sətir tipinə çevirsək sadəcə dırnaqda yazacaq. 7, 2, 3, 6, 6, 1, 2, 8, 5, 9. Və i-nin birinci qiyməti bu n sətrinin ilk elementi olan dırnaqda 7 olacaq. I də bərabər int i-dir. Yəni bunu tam tipə çevirəndə olacaq ədəd kimi 7. Və 7 plus 1, yəni 8-i 2-yə böləndə qalıq 0-dırmı? Bəli. Sonra şərt verib ki, 8 böyüdürmü 5-dən? Bəli, onda C-ni hesablayır. C də C plus i-dir, yəni 0 üstəgəl 7. İkinci dəfə i-nin qiyməti olur dırnaqda 2. Dırnaqda 2-ni tam tipə çevirəndə ədəd kimi olur. 2 plus 1, yəni 3 alınır da. 3-ü 2-yə böləndə qalıb 0-dırmı? Yox. Şərt ödənmir deyə birbaşa geri qayıdır. Hə. Buradan artıq məntiqi tutmaq olar. Bu i parametri onsuz da n sətrinin bütün simvollarını bir-bir götürəcək hamısını. Və bunların içindən görək hansıları seçir, yəni. Həm deyir ki, i-nin üstünə 1 gəl və həmin ədəd 2-yə qalıqsız bölünürsə, onda şərt ödənir. Və həmin elementlər tək olmalıdır ki, bura tək bir qiymət yazanda, məsəl üçün 7 yazsam, 7 üstünə 1 8 alacam və onda 8-i 2-yə böləndə qalıq 0 alıram. Yəni, i tək olmalıdır. Tək də buradan 7-dir, 3-dür, 1-dir, 5-dir, 9-dur. Və sonra deyir ki, həmçinin də 5-dən böyük olmalıdır. 5-dən böyük də burada bir dənə 7-dən 9 var da. Deməli, C də həmin o i-ləri toplayır. Yəni 7-dən 9-u. 7 plus 9 da bizə 16-nı verir. Cavab olur 16. Nəticəni müəyyənləşdirin. Əldə 1-dən 3-ə qədərki elementləri cəmlə. 0, 1, 2, 3, 4, 5, 6. Bilirik ki, 3 özü daxil deyil bu halda. Yəni, birinci element 1-dir, ikinci element isə 5-dir. Bunları toplayanda alırıq 6. Əldə, deməli, əldə 3-ün indeks. 3-ün indeksinə də 0 düşür. A ilə B-ni toplayanda da 6 ilə 0-ın cəmi ilə 6-nı verir. Sonra 25. Deyir ki, hansı ən böyük 3 rəqəmli ədədi girişə versək, ekranda 18 əks olunur. N-ə hər hansı bir tam ədəd yəni daxil edib, amma 3 rəqəmli olduğunu bilirəm. Məsəl üçün, özümdən yazıram. Tutaq ki, 345-dir də. Bunu sətir tipinə çevirəndə, amma ən böyük deyir də, ən böyük deyir deyə hələ ki ağlıma bu gəlir.
Bunu sətir tipinə çevirib sonra list etsək, sətir tipinə çevirsək belə olacaq. List eləyəndə də belə olacaq, yəni siyahıya çevirəcək. Sonra int bərabər olacaq maksimum n-ə. Buradan maksimum element elə dırnaqda 9 çıxacaq. İndi baxaq görək ondan sonra nə var. I-nin qiyməti 0-dan len n-ə qədərdir. Len n-də 3 olacaq. Onsuz da nə tərdə ədəd daxil eləsəm, bura 3 olacaq. Çünki 3 rəqəmli ədəd daxil etməliyik. I-nin qiyməti 0 olduqda, yəni 3 dəfə dövr gedəcək də. Çünki i-nin qiyməti 0, 1, 2 olacaq. I 0 olduqda s-i hesablasa, s üstəgəl 0 üstəgəl b vuraq i alınır. B-nin qiymətini mən özüm üçün bura, yəni dırnaqda 9 yazmışam, amma əslində bilmirəm neçədir. Ona görə yazıram x kimi. I-nin qiyməti isə 0-dır da, vururam 0-a, onda s-i 0 alacam elə. İkinci dəfə i-nin qiyməti 1 olduqda, s-i hesablasam, s üstəgəl, yəni 0 üstəgəl, b, yəni x vuraq, i-yə, 1-ə. Aldım s-i x. Üçüncü dəfə i-nin qiyməti 2 olanda, s bərabər olur, s plus, yəni x üstəgəl, b, yəni x götürmüşəm də b-ni. X vuraq i-yə. I-nin qiyməti də bu dəfə 2 olur. Və geri qayıdıram əvvələ, dövr bitir. Deyir ki, bundan sonra 18 qiyməti əks olunub. Yəni, x üstəgəl 2x 18-dirsə, 3x 18 olanda x 6 olub. Deməli, b 6 imiş, 9 yox. Onda 6 olarsa, ədəd də 666 olmalıdır ki, ən böyük, yəni 3 rəqəmli ədəd alınsın. Yəni 666 olanda burada bütün rəqəmlər 6 olur. Bircə rəqəmi 6 olsa belə, yəni 18 alınacaq. Məsəl üçün 654 belə olsa, gəlib axırda 18 alınacaq. Çünki maksimum n 6-dır. Hər dəfə onsuzda 6-nı vurur i-yə. Sadəcə bizə deyir ki, hansı ən böyük 3 rəqəmli ədədi, yəni daxil edə bilərik. Və rəqəmləri müxtəlif demədiyinə görə, ona görə 666 götürürük. Sonra STR olduqda bu bilirik ki, dırnaqda yazılır. 9, 1, 4, 5. List olduqda da siyahı tipinə çevrilir. Və x burada n siyahısının elementlərini bir-bir götürür. X-in ilk qiyməti olur dırnaqda 9. Və şərt verib ki, int x, yəni bunu tam tipə çevirəndə 9 eləyir. 9 böyükdürmü 5-dən? Bəli. Onda r bərabər olur. R üstəgəl, dırnaqda boşluq üstəgəl. Sətir int x plus 1-ə. Int x dırnaqda 9-u tam tipə çevirsəm 9 eləyir. 9 plus 1 10-u verir. Onu da sətir tipinə çevirsəm dırnaqda 10 eləyir. Və bunları toplayanda, iki sətiri toplayanda birləşmə yaranır. İlk ödəndiyi üçün əks haldaya baxmırıq, geri qayıdırıq əvvələ. X-in növbəti qiyməti dırnaqda 1 olur. Dırnaqda 1-i tam tipə çevirsəm 1 alıram. 1 böyükdürmü 5-dən? Xeyr. Onda əks haldanı hesablayırıq. R bərabər olur STR int x plus 1-ə. Yəni int x 1-i verir. Da dırnaqda 1-i tam tipə çevirir. 1-in üstünə 1, 2 alır bu hissəni. 2-ni təzədən sətir tipinə çevirəndə dırnaqda 2 alır. Bunun üstünə r gəlir. Yəni dırnaqda 10. Bu da eləyir dırnaqda 210. Sonra yer çox azdır. Buranı silək. Üçüncü dəfə x-in qiyməti olur dırnaqda 4. Və dırnaqda 4-ü tam tipə çevirsək 4 alıb. 4 böyükdürmü 5-dən? Xeyr. Onda yenə əks haldanı hesablayır. Int x plus 1. Int x bu dəfə dırnaqda 4-ü tam tipə çevirsək 4 eləyir. 4 plus 1 də verir 5-i. 5-i də sətir tipinə çevirsək dırnaqda 5 alırıq. Dırnaqda 5 üstəgəl r-ə. R-in də qiyməti dırnaqda 210-dur. Bunları toplayanda da 5210 alınır. Növbəti dəfə 5 böyükdürmü 5-dən? Yenə yox, əks halda alırıq. Yəni bunu hesablayacağıq. Int x 5-i də tam tipə çevirsək, yəni dırnaqda 5-i ədəd kimi 5 alacağıq. Təzədən sətir tipinə çevirsək, dırnaqda deməli
Daha doğrusu burada dırnaqda 5 tam tipə keçir. 5-in üstünə 1 gəlir, 6 alırıq. 6-nı sətr tipinə çevirəndə dırnaqda 6, üstəgəl R. Yəni dırnaqda 5210. Bunları da toplayanda dırnaqda 65210 eləyir. Sadəcə ən axırda print bu dırnaqları atır və dırnaqsız formada, yəni qalır. 27 len S deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15-i 3-ə böləndə tam hissə. Bura mənə 5-i verir. Və S-də 5-ci elementi 2-yə vurur. 0, 1, 2, 3, 4, 5. Deməli, S-də 5-ci elementdə dırnaqda Y-dir. Bunu 2-yə vuranda 2 dənə Y qaytarır. Yəni, ədəd qədər sətir. 1-ə uyğun olur Y variantı. Len S-i sayıb 15 almışdıq da. 15 çıxaq 10. Bura mənə verir 5-i. Belə bir şey alınır. S qoşa nöqtə 5. Yəni S-də 0-dan 5-ə kimi, amma bilirik ki 5 özü daxil deyil. Onda state. Belə bir söz olur. 2 olur B. Burada da len S 15 tapmışdıq. 5-dən 15-ə qədər ki hərfləri götürür. Amma yenə də 15 özü daxil deyil. 5-dən, yəni Y-dən 15-ə qədəri götürür. Amma 15 özü daxil deyil. Baxaq. 15 məncə heç yoxdur. 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 15 özü yoxdur deyə, yəni axıra qədər götürür elə. Olur 3-ə də A variantı. 1-ə Y, 2-yə B, 3-ə A. Artıq deməli yazı işləri gəlir. Baxaq. Klaviaturadan daxil ediləcək S sətrində. S sətri deyirsə, əvvəldə bir dənə input vasitəsilə sətr daxil edirik. Bilirik ki, input, yəni sətr tipində qiymət daxil etməyə kömək edir. Deyir, bu sətirdə A simvollarının indekslərinin cəmini tap. Ümumiyyətlə, sətr olsun, siyahı olsun, əgər həm elementlərdən, həm də onların indekslərindən söhbət gedirsə, bu yazılış üsulundan istifadə etmək daha sərfəlidir. For i in range 0-dan len s-ə kimi. Çünki bu halda i parametri burada indeksləri götürəcək. Və biz s-də i-nci element yazmaqla da həmin o sətrin elementlərini götürə biləcək. Yəni, həm indeksə, həm də elementə müraciət olacaq. Burada cəmdən söhbət gedir deyə cəm üçün əvvəldə bir dənə P bərabər 0 götürürəm. Bilirik ki, cəm olduqda ilkin qiyməti 0 götürməliyik. Və bundan sonra mənə deyir ki, həmin S sətrində A-ların indekslərini cəmlə. Məsəl üçün, S sətri belə bir sətirdir. K, A, B, B, A, belə bir sətirdir də. Yəni, burada ancaq A-ların indeksi mənə lazımdır. 0, 1, 2, 3, 4. Onda mən şərt verməliyəm ki, əgər, yəni bu S sətrində i-nci element əgər A-dırsa, onda onun indeksini cəmlə. Və i-nin qiymətləri burada fikir verək, 0-dan len S-ə kimi dəyişir. Yəni, len S neçədir? 1, 2, 3, 4, 5-dir. 0-dan 5-ə kimi olanda i-nin qiyməti 0, 1, 2, 3, 4 olur. Həqiqətən də 0, 1, 2, 3, 4 bax indeksləridir həmin sətrin. Simvolların indeksidir. Elementin özünü göstərəndə belə yazıram. Məsəl üçün, S-də i-nci element, 0-cı element mənə verir Q hərfini. S-də 1-ci element verir A hərfini. Onda şərti belə qoyuram ki, əgər S-də i-nci element bərabərdirsə, dırnaqda A-ya, yəni A hərfidirsə əgər sətrin elementi, onda indeksini cəmlə. İndeks i oldu axı. Ona görə P bərabər P üstəgəl i yazıram. Məsələn, i 0 olanda S-də 0-cı element bərabərdir A-ya. Q hərfidir də xeyr, geri qayıdacaq. i-nin qiyməti 1 olanda S-də 1-ci element, yəni A bərabərdirmi A-ya? Bəli. Onda P bərabər P üstəgəl i-ni hesablayacaq, yəni indeksini cəmləyəcək. Və dövrdən çıxacaq, həmin bu P-nin qiymətini çapa verəcək. Sonra verilmişdir bu siyahının
siyahını yazmıram. Elə sayaq ki, yazmışam yəni burada. Bu siyahının tək indeksli cüt elementlərini nömrələyək. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Tək indeksli, amma cüt element olsun. Tək indeksli cüt element. Məsələn bu. Tək indekslidir, amma cüt elementdir. Gündüz nömrələdik mi? Aha. Tək indeksli cüt elementini deyir. 8-liyə çevir. Əvvəlcə mən buradan, yəni bu siyahıdan, həmin bu tək indeksli cüt elementləri seçməliyəm. Buna görə də, yəni şərt verirəm. Daha doğrusu dövrə gedirəm. For I in range sıfırdan yazıram. Len elə qədər. Bayaq da qeyd elədim ki, bu nümunəyə əsasən də siyahı da olsa, sətir də olsa fərqi yoxdur. Həm elementlərin özlərindən, həm onların indeksinə söhbət gedirsə, bu yazılışdan istifadə edilir. Və burada i-nin qiyməti həmin siyahının elementlərinin indeksləri olur. Və şərt verirəm ki, əgər i-ni 2-yə böləndə qalıb 1-dirsə, yəni indeks təkdirsə, və eyni zamanda and yazıram və eyni zamanda element cütdürsə, elementi də belə göstərəcəm. Eldə i-ci elementi 2-yə böləndə qalıb 0-dırsa, yəni element cütdürsə, onda 8-liyə çevir. İndi isə 8-liyə çevirmək üçün proqram qururuq. Bu hissəni tam aydın başa düşməyən, qayıdıb bu misala baxsa anlayacaq ki, i burada indekslərdir, eldə i-ci element isə elementlərdir. İndi bilirik ki, artıq ədədi 8-liyə çevirən zaman 8-ə bölərək qalıqları götürürük. Məsəl üçün 34-ü 8-liyə çevirmək istəsəm, 34-ü 8-ə bölüb tam hissəni götürəcəm və bir də qalığı götürəcəm. Bu proses təkrarlanır, amma bilmirik də neçə dəfə dövr gedir. Dövrlərin sayını bilmirik deyə while-dan istifadə edirik. Və element də eldə i-ci elementdir də. Bu belə uzun yazılışdı deyə bunu bir dənə n-ə ya bir x-a mənimsədirəm. Olsun x, x bərabər yazıram eldə i-ci element. Məsəl üçün, eldə 7-ci element gəlib düşəcək 34-ə, x bərabər olacaq 34. Və şərt verirəm ki, x nə qədər ki 0-dan böyükdür, nə edirik? X-i 8-ə böləndə tam hissəni götürürük, bir də qalığı. Q bərabər x-i 8-ə böləndə alınan qalıq olsun. Məsəl üçün, bu 2. Bəzdən x də bərabərdir x-i 8-ə böləndə alınan tam hissə, yəni 4. Və 4-ü təzədən 8-ə böləndə tam hissə 0 düşür axı. 0 böyükdürmü 0-dan yox, ona görə şərti bu formada qoymuşum. İndi bu qalıqları cəmləmək lazımdır, amma yanaşı formada. Fikir verək, qalıqları biz axırdan əvvələ yanaşı formada düzürük də 4, sonra yanına 2 qoyacam. Mən bunları necə cəmləyim ki, 4, 2 kimi yanaşı düşsün? Əgər bunlar sətir tipi olsaydı, dırnaqda 4 ilə dırnaqda 2, onda bax bu formada yanaşı yazılardı. Deməli, mən bu qalıqları, aldığım bu qalıqları sətir tipində toplamalıyam. Ona görə burada S bərabərdə dırnaqda bir boşluq verirəm, yəni boş sətir. Həmin bu boş sətirlə bu qalıqları toplayıram, amma sətir tipində. Sadəcə bilirəm ki, sətirlərdə toplamanın fərqi var, yəni. Yəni, hansını birinci yazsan, o fərq edir. Ona görə yoxlamalıyam. Bax, Q-nin ilkin qiyməti olacaq dırnaqda 2, düzdürmü? Dırnaqda boşluq, üstə gəl, dırnaqda 2, mənə dırnaqda 2-ni verir. Növbəti dəfə S üstə gəl, yəni dırnaqda üstə gəl. Setr Q, yəni dırnaqda 4 mənə 24-ü verir. Axı, mən 42 almalıydım, 24 yox. Ona görə bu ikisinin yerini dəyişirəm. Yəni, setr Q üstə gəl S yazıram. Setr Q plus S-ə. Və bu dövr eləyir. Məsəl üçün, axırıncı tam hissə 4 deyilmi? 4-ü 8-ə böləndə tam hissə artıq 0 düşür. 0 böyükdürmü 0-dan yox, dövrdən çıxır. Ona görə şərti bu formada qoymuşum. Və deyir ki, 8-liyə çevirərək həmin nəticəni çıxışa ver. Aldığım bu S-i çap etmək üçün while-la eyni sütunda yazıram print S. Çünki forun daxilində də axı
Yəni hər dəfə hansı verilmiş şərti hansı ədədlər ödəyirsə, onları 8-liyə çevirib dövrün daxilində də elə çapa verir.